Salam uşaqlar, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə Güvən Nəşriyyatının 9-cu siniflər üçün olan test toplusundan sonuncu bölməsinin, sınaqlar olan bölməsinin sınaq 1-in izahına baxırıq. Gəlin sınaq 1-in suallarına birlikdə baxaq. Deməli, birinci sualı oxuyuram. Birinci sualda bizə deyir ki, aşağıdakı ədədlərdən hansı sadə ədəddir? Biz bilirik ki, yalnız özünə və birə bölünən ədədlər sadə ədədlər adlanır. Variantlardan isə sadə ədəd 37, yəni D variantı olacaq. Uşaqlar 51 3-ə, 57 19-a və 3-ə bölünür, 39 3-ə, 13-ə bölünür, 49 7-yə bölünür. 37 isə sadə ədəddir, heç bir ədədə bölünmür. Gəlin ikinci sualın həllinə keçək. Deməli, bir də cavab oldu D variantı. Keçək görək 2-də nə deyir? Uşaqlar bizə deyir ki, B çoxluğu A çoxluğuna daxildir. Deməli, A çoxluğu bu şəkildə, B çoxluğu isə bu şəkildədir. Yəni, B A-nın daxilindədir. B ilə C-nin kəsişməsi boş çoxluqdur. Yəni, C çoxluğu B çoxluğu ilə kəsişmir. Baxın, bu şəkildədir. Yazaq C çoxluğu. B çoxluğunun 3 elementi var. A çoxluğunun 8 elementi var. Artıq 3-ünü yazdığımıza görə A-nın 5 elementi qalır uşaqlar. Burada 5-dir. 5-imiz biraz çirkin oldu. C çoxluğunun isə 7 elementi var. Və bizdən soruşur A birləşir B birləşir C çoxluğunun elementlərinin sayı ən az neçə olar? Uşaqlar, ən az olmağını istəyiriksə B A-nın daxilindədir. Yəni A ilə B-nin birləşməsi onsuz da bizə A çoxluğunu verəcək və A çoxluğunun elementlərinin sayı 8-dir. Və C ilə A-ya baxsaq, C və A kəsişir. Ən az olmağını istəyirəmsə uşaqlar, bu 5 elementi buradan qaralayıram. Baxın, bu hissəyə yazıram. Sanki 5 element C çoxluğu ilə kəsişibdir. Bu zaman C və A-nın birləşməsi olacaq. Deməli, bu şəkildə. Burada uşaqlar, C çoxluğunun deməli, ümumilikdə 7 elementi var idi. 5 dənəsi A ilə kəsişir, 2 dənəsi kənarda qalır. Yəni, 2 element də buradadır. 8 və 2-nin cəmi olur 10. Baxın, bu şəkildə C variantı. Keçirik 3-cü suala. 3-cü sualda bizə kəsirlər verir və həmin kəsirlərin müqayisə etməyimizi istəyir. Gəlin kəsirlərimizə baxaq. 3-də 2, 4-də 3 və 5-də 4. Uşaqlar, kəsirlərimiz əgər düzgün kəsirlərdirsə, bizim kəsirlərimiz hal-hazırda düzgündür və aralarındakı fərq eynidirsə, yəni 3-dən 2 çıxdıqda 1 qalır, 4-dən 3 çıxdıqda 1 qalır, 5-dən 4 çıxdıqda cavab yenə də 1 qalır. Aralardakı fərq eyni olanda, uşaqlar, rəqəmcə böyük olan böyükdür. Hansının rəqəmi gözünüzə daha böyük gəlirsə, o daha böyük variantdır. Yəni, C böyükdür B-dən, o da böyükdür A-dan. Baxaq görək, C-nin hamısından böyük olduğu variant haradadır? B variantındadır. Orada isə belə yazıblar. Uşaqlar sanki bərabərsizliyi tərsinə fırlayıbdılar. A kiçikdir B, kiçikdir C. Baxın, bu şəkildə hər iki halda da C hər birindən böyükdür. Deməli, cavab oldu B bəndi. Keçək 4-cü sualımıza. 4-cü sualımıza baxaq. Deməli, uşaqlar, istəyirəm biraz burada bircə dəqiqə səhifəmizi ötürdük deyəsən. İstəyirəm biraz burada uşaqlar sualın üzərində işləyək. Aha, davam edirik. İstəyirəm sualın üzərində işləyək. Deməli, uşaqlar, B bucağını bizə 75 dərəcə verir. BAD bucağına yazıram bir alfa. Aha, BAD bucağı alfa, BCA bucağı BCA. Baxın, bu hissədə bir alfadır, bir-birlərinə bərabərdirlər, hər ikisi eyni bucaqdır. AC bu xət və BC xətti də uşaqlar yan tərəfdəkini nəzərdə tutur. Bunun üzərində xət qeyd eləmirəm ki, sizin üçün qarşılıq olmasın. Bir-birinə bərabərdirlər, yəni bərabər yanlı 3 bucaqdır. Bərabər yanlı 3 bucaqdır və ABC bucağını 75 dərəcə verib bizə. Bizdən isə ADC-ni soruşur. Baxın, bu hissəni soruşur. Buraya yazıram bir X. Uşaqlar, 3 bucağımız bərabər yanlıdır deyəm. Yuxarı B bucağımız 75-dirsə, aşağıdakı A bucağımız da 75 olmalıdır. Yəni, 3 bucağımız yan tərəfdən bərabər yanlıdır. A bucağının yuxarı hissəsi alfadırsa, aşağı hissə olur 75 çıxılsın alfa. Deməli, A bucağının uşaqlar aşağıda qalan hissəsi, orada biraz qaranlıq görünür, 75 çıxılsın alfa şəklində olmalıdır. Daha sonra
Bunun bu hissəsini silirəm sizin üçün. Deməli, qarışıq görünməsin. Bu hissə 75 çıxılsın alfadır. D bucağı x-dir, C bucağı isə alfaya bərabərdir. Və bizə uşaqlar başqa bir şərt verir. Bizdən uşaqlar ADC bucağını soruşur, x-i soruşur. Bu aşağıdakı 3 bucağa baxıram. 3 bucağın daxili bucaqlarına cəmi 180 olmalıdır. Yəni 75 çıx alfa üstəgəl x üstəgəl alfa 180-ə bərabər olmalıdır. Uşaqlar, burada alfalar biri mənfi, biri müsbət olduğuna görə deməli islah gedir. X bərabər 180 çıxılsın 75. X bərabərdir, qalır 105 dərəcə. 105 dərəcə cavab olur B variantı. Keçid alaq növbəti sualımıza. Deməli, baxırıq 5-ci sualımıza. Görək 5-də nə deyir? 5-də bizə kəsirli bir ifadə verib və həmin ifadənin qiymətini tapmağımızı istəyir. Gəlin 5-ci suala birlikdə baxaq. Uşaqlar, sürətdə 0,1, məxrəcdə 0,100,1, üstəgəl 0,4, 0,2, üstəgəl sürət 2, məxrəc 0,2. Uşaqlar, indi istəyirəm diqqətlə baxasınız. Deməli, vergülləri sağa doğru çəkirəm. Buradan vergülü 2 addım sağa çəkirəm, ədədim olur 1. Yuxarıdan da 2 addım sağa çəkəndə, baxın 1, ikinci addımda rəqəm olmadığına görə, həmin bura birinci addım, ikinci addımda rəqəm olmadığına görə 0 yazıram. Yəni, sürətim 10, məxrəcim 1 oldu. Üstəgəl, ikinci kəsrə keçdik. 2 addım sağa doğru gedirəm. Eyni şəkildə yuxarıdan da 2 addım sağa gedirəm. Yuxarı 4, aşağı 2 oldu. Üstəgəl, aşağıdan 1 addım sağa doğru vergülü çəkirəm. 2, yuxarıdan da vergül çəkmək istəyirəm. Vergül olmadığına görə 0 atıram. Yəni 20. Başlayaq. 10-u 1-ə böldükdə 10, 4-ü 2-yə ixtisar edirik 2, 20 ilə 2-ni ixtisar edirik 10 qalır. Deməli, cavabımız olur 22 D variantı. Keçid alaq növbəti sualımıza. 6-cı sual. Deməli, ekranımızı təmizləyək. 6-cı sualda görək bizdən nə soruşur. 6-da deyir uşaqlar. X ilə y plus 1 ifadələri düz mütənasib asılıdır. Deməli, yazıram belə bir ifadə. X bərabər y plus 1 vurulsun 1k ədədi uşaqlar. Düz mütənasib asıllığın qaydası budur. Deyir, x 2 olduqda, x-in yerinə yazıram 2, y 5-dir. Y-in yerinə də yazıram 5. 5 üstəgəl 1 vurulsun k. Yəni 2 bərabər 6k, k bərabər 6-da 2, ixtisar etsək, k bərabər 3-də 1 qalır. Deməli, k-mızı 3-də 1 tapdıq. Qaydıram funksiyaya, yazıram yenidən ilk yazdığım düsturu. Baxın bu hissəni. X bərabər y plus 1 vurulsun artıq k yazmıram. K-nın yerinə 3-də 1 yazıram. Uşaqlar, deyir ki, x bərabər 3 olduqda x-in yerinə 3. Y neçə olar? Y-i bilmirəm, ancaq k-mı bilirəm. 3-də 1-dir. Çarpaz vursam, y plus 1 bərabər 9, y bərabər 8 olar. A bəndi. Deməli, 6-cı sualda cavabımız A bəndi oldu. Keçdik 7-ci sualımıza. 7-də deyir ki, ədədində neçə 10 minlik var? Uşaqlar, bu şəkildə sual əslində çox rahatdır. Ədədi birinci yazıram. 10 minlik deyir. Geridən sayıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Baxın, 10 minlik buradakı bu sıfıra düşdü uşaqlar. Sıfırın özü də daxil olmaqla bütün qarşısını götürürsünüz. Deməli, 20 ədəd 10 minliyimiz var. Cavab olur B variantı. Keçək 8-ci suala. 7-də cavab B variantı oldu. 8-də deyir. 8. 7 kiloqram un, 2 kiloqram şəkər və 1 kiloqram yağ qarışdırılır. Uşaqlar, qarışdırılır dediyinə görə bu verilmiş ədədləri 7, 2 və 1-i toplayıram. Cavab edir 10. Alınan qarışığın neçə faizi şəkərdir? Deməli, ümumi qarışığı, yəni onu məxrəcə yazıram. Məndən şəkəri soruşduğuna görə şəkəri sürətə yazıram. Şəkər isə 2-dir. Faiz deyir, vuraq 100. Sıfırları ixtisar edirəm. 2-ni ona vururam. Cavab olur 20%, yəni C variantı. Bu qədər asan. 8-ci sualımız oldu C. Keçək 9-cu suala. 9-cu sualda yenə bucaqlarla əlaqəli bir sualdır.
Görək üzərində yazsaq necə alınar. Deməli, bizə deyir ki, adi tən böləndi. Yəni, buradakı bucaqlarımız bir-birinə bərabərdirlər. CAB bucağını soruşur. CAB bucağını, ümumi bucağımızı soruşur. Uşaqlar, burada bir Z hərfi var. Baxın, Z hərfini sizə göstərmək istəyirəm. Biraz əyri getdi. Bura Z hərfidir. Deməli, bu bucaq 50-dirsə, buradakı bucaq da 50 olmalıdır. Və bu hissə də 50-dir. Baxın. Deməli, ümumilikdə CAB bucağı 50, 50, 100 dərəcə olacaqdır. Deməli, 9-cu sualda 50 üstə gəl 50 CAB bucağımız olur 100 dərəcə. Z qaydasına görə. Bu məşhur bir qaydadır. Davam edirik. 100 dərəcə B variantı idi uşaqlar. 9-da cavab B. Davam edirik 10-cu sualla. Biraz üzərində istəyirəm bunun da qeyd aparaq. 10-cu suala baxırıq. Deməli, bizə deyir ki, parçalar uyğun olaraq 1, 4, 7 nisbətindədir. AC parçası 1-dir. AC parçasına 1x yazıram. Uşaqlar, AD parçası 4-dür. A-dan D-yə ümumi 4-dürsə, bu hissə gərək onda 3 olsun ki, x-in üstə 3 gələndə 4 etsin. Və AB parçası bütün uzunluğu nəzərdə tutur uşaqlar. 7-dir. Baxın, 7-nin artıq 4-ü sol tərəfdədir. Bura isə qalır 3-ü. Ümumilikdə baxın, toplayanda həminki 7-ni bizə verir. Bizə deyir ki, AC 6-dır. Axı, mən AC-yə x yazmışam. Deməli, 10-cu sualda AC x idi və həm də AC-ni bizə 6 verib. Deməli, x-imiz 6-dır. Bizdən CB parçasının uzunluğunu soruşur. Uşaqlar, CB parçasına baxsanız, CB baxın bu hissədir. 3x üstə gəl 3x, yəni 6x-dir. X-imizin qiyməti 6-dır. Qiymətini yerinə yazırıq. 6 vur 6 bərabər 36 olacaq parçamızın uzunluğu. Y variantı. Keçid alaq 11-ci suala. Ümid edirəm ki, sual sizin üçün də aydın olar. Baxaq 11-ci sualımıza. Deməli, işin 40% görüldükdən sonra hansı hissəsi görülməmiş qalar? Uşaqlar, işimiz həmişə 100%-dir. Əgər biz onun 40%-ni görmüşüksə, deməli 60%-i görülməmiş qalar. Cavablarda isə faizlə yox, hissə ilə soruşduğuna görə faizdən ədədə keçirik. Biz bilirik ki, faizdən ədədə keçəndə 100-ə bölmək lazımdır. 60-ı 100-ə bölürsünüz, hər birindən bir sıfırı silirsiniz. Onda olan sıfırı isə 6-nın qarşısına atırsınız. Olur 0,6 D variantı. Deməli, 11-ci sualda cavab D variantı oldu. Biz isə bu səhifəni bitirdik. Keçirik növbəti digər səhifəyə. 12-ci suala. Görək 12-də nə deyir uşaqlar? 12-də deyir ki, x kiçikdir y kiçikdir z. Yəni, bunlar bir-birindən fərqli ədədlərdir və bir-birlərindən kiçiklər. Məsələn, x 2-dir, y 3-dür, z də 4-dür. Tutalım ki, modulda verilmiş ifadəyə gəlin baxaq. X çıx y, üstə gəl y çıx z, üstə gəl z çıx x. Uşaqlar, qiymətləri yerinə yazsam, x gördüyüm yerlərə 2 yazsam, baxın, burada da bir dənə x var. Y-lərin yerinə 3, z-lərin yerinə isə 4 yazıram. 4, 4. İlk modulumuza baxaq. İlk modulumuzda 2 çıx 3 alırıq. Bu isə mənfidir. İkinci modulda 3 çıx 4. Bu isə də mənfidir. Üçüncüdə isə 4 çıxaq 2 artıq müsbətdir. Uşaqlar, mənfi yazılmış modulu tərsinə çevirib açmaq lazımdır. Yəni, y çıx x şəklində. Üstə gəl, yenə də ikinci modulunda başında mənfi olduğuna görə tərsini açırıq. Z çıx y, üstə gəl. Müsbət yazılmış modulu isə artıq olduğu kimi açırsınız. Z minus x. Baxaq görək burada nələrimiz islah gedir uşaqlar. Y-lər biri müsbət, biri mənfi islah gedir. Z-lərimiz toplanır, 2z olur. X-lərimiz də hər ikisi mənfidir, toplanılır. Mənfi 2x olur. 2-ni mötərizə xaricinə çıxartsaq, z minus x olduğunu alarıq. Bu isə C variantındadır. Deməli, 12-ci sualda cavab olur C variantı. Keçid alırıq növbəti sualımıza, yəni 13-ə. 13 adi bir hesablama sualıdır. Uşaqlar, bu tipli sualları həll edərkən mütləq birinci modulun içərisindən başlamaq lazımdır. Məxrəcdə mənfi 2-nin kubu, yəni söhbət mənfi 8-dən gedir. Sürətdə 3-ün kubunun yerinə 27 yazırıq. Çıxılsın
modulda -11 müsbət 8 müxtəlif şairəli ədədlər çıxılır və böyüyün şairəsi qalır -3. Uşaqlar məxrəcimiz -8, 27 çıxaq. -3 isə müsbət 3 şəklində çıxır. Sürət 24, məxrəc -8, ixtisar gedirlər. 24-ü 8-ə bölürsünüz, -3, yəni A bəndi qalır. Keçirik növbəti suala. Deməli 13-də cavab A bəndi oldu. Keçək 14-cü sualımıza baxaq. İstəyirəm 14-cü sualın üzərində yenə də biraz işarələmə aparaq uşaqlar. Sualı oxuyaq. ABC üçbucağında bucaq ABD, DBY və YBC bucaqları bir-birinə bərabərdir. Bu yuxarıdakı bucaqları nəzərdə tutur uşaqlar. Hər üçü bir-birinə bərabərdir. AB-miz isə 2AD-yə bərabərdir. Yəni AD-miz əgər x-dirsə, AB-miz onun 2 qatıdır, 2x-dir. BC-ni 6 verib, BY-ni 8 verib. BD vurulsun, YC hasilini istəyir bizdən. BD vurulsun, YC. Gəlin yazaq burada da. Sualımız 14-cü sualdır. Bizdən BD vuraq, YC-ni istəyir. Uşaqlar, deməli, ilk öncə baxaq. Buradakı yuxarıdan çəkilmiş bucaqlar həmin fiqurun təpədən çəkilən bucaqlarının tənbölən olduğunu göstərir. Məsələn, DY yazıram, bir dənə Y. Tənbölənin xassəsini tətbiq etsək, üçbucaq A, B, Y üçbucağında. A-B-Y üçbucağında gəlin tənbölənin xassəsini tətbiq edək. 2x-in x-ə nisbəti, 8-in y-ə nisbəti. Bu şəkildə yaza bilərik. Bu tənbölənin ən məşhur xassəsidir. Buradan x-lərimizi ixtisar edərik. Çarpaz vursaq 2y 8-ə, y isə 4-ə bərabər alarıq. Baxın, biz bu hissəni artıq 4 tapdıq. Daha sonra isə digər tərəfə keçid alaq uşaqlar. Biz deməli BD-nin uzunluğunu bilmirik. YC-nin uzunluğunu bilmirik. BD-yə yazaq bir A, YC-yə yazıram B. Artıq 13-cü sualı buradan silək. Bu bizim yerimizi dar eləməsin. Davam edək. Yenə tənbölənin xassəsini tətbiq edirəm. A-nın 4-ə nisbəti bərabərdir 6-nın B-yə nisbəti. Çarpaz vursam AB bərabərdir 24-ə. Uşaqlar, bizdən onsuz da istənilən həmin AB-nin hasilidir. Baxın, BD A-ya bərabərdir, YC isə B-yə bərabərdir. Yəni, bizdən A vur B-ni istəyirdilər. A vur B-mizi isə 24 tapdıq. Cavab olur 24, D variantı. Bu qədər sadə. Deməli, 14-cü sualda cavab D variantı oldu 24. Bircə saniyə bizim... Davam edirik 15-ci sualla. Lövhəmizi təmizləyək, sualımızı oxuyaq. Bizə deyir ki, x, a və b natural ədədlərdir. X bərabər 5a plus 10 bərabər 8b plus 8 olarsa, x ən azı neçə ola bilər? Uşaqlar, burada sizə bir qısa gediş deyəcəm. Baxın, görün yadınızda qalırmı? 5 və 8-in əkobu üzərindən hərəkət edirəm. 5 və 8-in əkobu 40-dır. Ümumiyyətlə isə bu sualda belə deyərdim ki, variantları yerinə qoysa sizin üçün daha sərfəli olar. Baxın uşaqlar, D variantına ilk öncə gəlin A variantını yoxlayaq. Tutalım ki, x-imiz 18-ə bərabərdir. Uşaqlar, 5a üstə gəl 10 bərabər 18 yazsam, 5a bərabər 18-dən 10 çıxsam 8 qalar, 8 isə 5-ə bölünməz. Bu natural ədəd deyil. Məsələn, B variantına baxıram. B variantında 5a üstə gəlsək 10-dur, deləmi? 10 bərabərdir 20. 20-dən 10 çıxaram, qalar 10, 10-u 5-ə bölərəm 2. Burada şərt ödəndi. Gəlin görək ikinci tərəfdə də ödənirmi? Yəni 8b üstə gəl 8 bərabər 20 olsa, 8b bərabər 20-dən 8 çıxarıq, qalar 12. 12 isə 8-ə bölünmədiyinə görə B isə natural ədəd olmalıdır. Deməli, B variantı da yanlışdır. Ancaq uşaqlar, D variantına diqqətlə baxın. 40-ı yerinə qoyduğunuz zaman 5a bərabər 40-dan 10 çıxırsınız 30, 30-u 5-ə bölürsünüz 6. Digər tərəfdə 8b üstə gəl 8 40-a bərabər olsa, 40-dan 8-i çıxırsınız, qalır 32, 32 də 8-ə bölünür, tam ədəd düşür, natural ədəd düşür. Deməli, burada cavab olur D variantı. 15-ci sualda cavabımız D variantıdır. Keçid alırıq 16-ya. Yəni, bu sualda ən optimal üsul elə variantları yerinə qoyub yazmaqdır ki, görək hansı variantda daha tez ödənir. Deməli,
Bizə 16-cı sualda deyir ki, diaqrama əsasən A fərq B ilə B fərq A-nın cəmini tapın. Uşaqlar, A fərq B sol tərəfdə qalanlardır. Yəni A, B, C-dir. 3 ədəddir. Digəri B fərq A isə sağ tərəfdə qalanlar, yəni G və H 2 ədəddir. Bizdən isə onların cəmini soruşur. Təbii ki, saylarının cəmini soruşur. Cavab olur 5. 16-cı sual açıq sualdır. Cavabımız 5-dir. Davam edirik. Növbəti sualla 17-ci suala keçid alırıq. 17-də deyir, natural bölənlərinin sayı 98 və bu şəkildə bir ədəd verib uşaqlar. 2, 9, 0, 0, nöqtələr davam edir. Burada nə qədər 0 olduğunu bilmirik. Ədədindəki sıfırların sayını soruşur. Uşaqlar, bu ədədi ilk növbədə parçalayıram. 29 vurulsun 10 üstü n yazıram. Çünki mən buradakı sıfırların sayını bilmirəm. Onu da parçalayıram uşaqlar. 29 vurulsun 10 bilirik ki 2 vur 5'dir. N isə həm 2-nin, həm də 5-in qüvvətinə yazmaq lazımdır. Natural bölən dedikdə uşaqlar qüvvət üstlərinin üstünə 1 gəlmək lazımdır. 29-un qüvvəti 1'dir. 1 üstəgəl 1. Sonra 2-nin qüvvəti n-dir, n üstəgəl 1, 5-in də qüvvəti n-dir, n üstəgəl 1. Bərabər 98 olmalıdır. Deməli, 1 üstəgəl 1 2-dir, n plus 1'ləri vursaq isə kvadratıdır. Məsələn, 5-i 5'ə vuranda necə kvadrat? 5'in kvadrat edir. n plus 1'i də n plus 1'ə vuranda n plus 1'in kvadrat edir. 98-i 2-yə bölərik uşaqlar. n plus 1'in kvadratı bərabər 49. Bəs o hansı ədəddir ki, kvadratı 49'dur? O 7'dir. N də 7-dən 1 çıxırıq, 6-dır. Natural bölənlərinin sayıdır. Ədəddəki sıfırların sayını soruşur. Deməli, sıfırlarımızın sayı 6 ədəddir. 17-də cavab oldu 6. Bax, belə maraqlı bir sualdır. Çox gözəl sual idi. Yeni tipli suallardandır bu da. Keçid alaq 18-ə. 18-də düşünürəm ki, artıq heç birinizin problemi olmaz. 6 böl x bərabər y böl 2 tənasübündən x, y hasilini soruşur. Biz bilirik ki, tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni x vur y, 6 vur 2-yə bərabərdir. Bu isə 12-dir. Bu neçənci sual idi? 18-ci sualda cavab oldu 12. Gəlin 19-a keçək. 19-da maraqlı bir məsələmiz var. Deyir ki, sərvər pulunun 5də 1-ini xərcləyir. Aha, sərvər pulunun 5də 1-ini xərclədi. Uşaqlar, sərvərin pulu 5də 5-dir. 5də 5-dən 5də 1-ini çıxırsınız, qalır 5də 4. Deməli, sərvərin hal-hazırda 5də 4 qədər pulu qalıbdır. Pulunun 5də 4 hissəsi durur. Sonra qalan pulunun, yəni söhbət 5də 4-dən gedir, 5də 1-ini də xərclədi. Artıq ədədin hissəsidir. 5də 4 uşaqlar vurursunuz 5də 1-ə. 25də 4 edir. Bu 25də 4 yeni xərclədiyi məbləğdir. Baxın, 25də 4 də xərclədi. Uşaqlar, 5də 4-ü qalmışdı, düzdür? Həmin 5də 4 qalan pulundan indi 25də 4-ünü xərclədi. Xərcləyəndə çıxmaq lazımdır. Məxrəclərimizi eyniləşdiririk. Baxın, bu hissəni biz 5-ə vurmalıyıq. 20 çıxılsın 4, 25də qalır 16. Bu yeni qalan pulumuzdur. Və bizə deyir ki, 32 manat pulu qalır. Deməli, uşaqlar, biz 25də 16 hissəsi 32 olan ədəd axtarırıq. Bunun üçün 32-ni 16-ya bölürsünüz və 25-ə vurursunuz. 32-ni 16-ya böldükdə 2, 25-ə vurursunuz, 50. Sərvərin ilkin olaraq neçə manat pulu var idi? 50 manat pulu var idi. Keçirik növbəti sualımız 20-ci suala. Aha, bizə soruşur, bizdən deyir. Deməli, ABC üçbucağında AM, SK, BN medianlardır. Gəlin üçbucağımızı çəkək. Deməli, ABC üçbucağı çəkirəm. A, B, C. Bizdən AM, SK, BN medianlardır deyir uşaqlar. Gəlin medianlarımızı çəkək. AM, sonra B, AK, BM və CN. Bir dənəsini də C-dən çəkirik. Aha. Gəlin adlarını yazaq. Bura AK-dır, BM, CN. Bu şəkildədir. Və bu medianların cəmi 18-ə bərabərdir. Bizdən isə ümumi ABC üçbucağının perimetrini santimetrlə. Uşaqlar, burada hərfləri işarələmədə səhvliyimiz var. A
M olmalıdır. Bu hissə AM-dir. Bircə dəqiqə hərflərimizi düzəldək. Deməli, bu hissəmiz AM-dir. C-dən gedən medianımız K-dır. B bu hissədə N-dir. BN. Aha, indi hərflərimiz düzəldi. Bizə deyir ki, AK, BM və C-nin cəmi 18-ə bərabərdir. Uşaqlar, biz bilirik ki, üçbucaqda medianlar bərabər parçalara ayırır. Yəni, AK-mız A-dırsa, BK-mız da A olmalıdır. BM-miz B-dirsə, MC-miz də B olmalıdır. AN C-dirsə, NC də C olmalıdır. Yəni, eyni bölməlidir. Deyir ki, AK. AK-mızı biz A ilə işarə etmişik. Üstəgəl BM. Uşaqlar, BM-imizi B ilə işarə etmişik. Üstəgəl CN. CN-imizi isə C ilə işarə etmişik. 18-ə bərabərdir. Bizdən ümumi üçbucağın perimetrini soruşur. Perimetri soruşanda bütün tərəfləri toplamaq lazımdır. Tərəflərimiz isə 2A, 2B, 2C-dir. Deməli, 2-ni mötərizə xaricinə çıxartsaq A plus B plus C olduğunu alırıq. Bərabərdir. 2 vurulsun. Uşaqlar, A plus B plus C-nin qiyməti 18-dir. 2-ni 18-ə vurursunuz. Cavab edir 36. 20-ci sualda cavab 36-dır. Keçirik 21-ci suala. Hərfləri yazanda diqqətli olmaq lazımdır ki, sonra sizə problem yaratmasın. Deməli, 21. Deyir, ədəd oxu üzərində -9 ədədindən 11 vahid məsafədə yerləşən müsbət ədəd tapın. Uşaqlar, ədəd oxunda -9 ədədi tutalım ki, bu hissədə yerləşir. 11 vahid məsafə deyəndə bu məsafə sağ tərəfində də ola bilər, sol tərəfində də ola bilər. Deməli, -9-un üzərinə 11 gəlsək 2, -9-dan 11 çıxsaq -20 alarıq. Məsafədə olan ədədlər, 11 vahid məsafədə olan ədədlər -20 və 2-dir. Bizdən müsbət ədədi soruşduğuna görə cavabımız olur 2. 21-ci sualda cavab 2-dir. Keçirik 22-ci sualımıza. İstəyirəm yenə də lövhəmizi təmizləyim, sonra davam edeyim. Deməli, 22-ci sualda nə deyir? Baxaq şərtimizə. A ədədi x ədədindən 25% çoxdur. Yəni, tutalım ki, mənim x ədədim 100%dirsə, A ədədim 25% çox, 125%dir. B ədədi x ədədindən 25% azdır. Deməli, mənim x ədədim 100-dürsə, B ədədim ondan 25% az, yəni 75-dir. B ədədi A ədədindən neçə faiz azdır? Deməli, uşaqlar, bizdən B ədədinin A ədədindən neçə faiz az olduğunu soruşur. Bunun üçün necə tapırıq? 2 yolumuz var. Birincisi, az olana 100% deyib. Biz baxın B ilə A-ya baxırıq, düzdür? Az olana, yəni B-yə 75-ə 100% deyib. Çox olana 125-ə x% deyə bilərik. Çarpaz vursaq 75x bərabər 125 vur 100. Bərabərliyin hər tərəfini 25-ə bölsəm, 25-ə ixtisar etsəm 3. Bu hissəni 25-ə bölsəm qalar 5. Yox, bircə dəqiqə. B ədədinin A ədədindən neçə faiz az olduğunu soruşur. Aha, bircə dəqiqə. Qoyun düzəliş edək. Uşaqlar, burada 125-dən 75-i çıxıram. Qalır 50. Deməli, aralarındakı fərqi bölürəm 125-ə, vururam 100-ə. Başlayaq ixtisar edək. 25-ə bölsək 2, 25-ə bölsək 5. 5 və 100-ü ixtisar etsək 20. 2-ni də vururuq 20-yə. 40%. Deməli, cavabımız olur 40%. Deməli, aralarındakı fərqi 125-ə bölüb 100-ə vurduq. Davam edək. Növbəti səhifəyə keçirik. Son 3 sualımız qaldı. Lövhəmizi təmizləyək. 23-cü sualda nə deyir uşaqlar? 323 ədədinin 23-cü sual. 323 ədədinin 17-də 5 hissəsi dedikdə ədədi 17-də 5-ə vururuq. 323 ilə 17-ni ixtisar edək. 17-ni 17-yə bölürəm 1 qalır. 32-nin içində deməli 17 bir dəfədir. Orada qalır bizdə 15, 153, 9 dəfə, 19. 19-u vururuq 5-ə, 95. Aha, hansı ədədin 13-də 5 hissəsidir? Deyir ki, 323 ədədinin 17-də 5 hissəsi, yəni 95. Hansı ədədin 13-də 5 hissəsidir? Uşaqlar, 95-i bölürük 13-də 5-ə.
Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə dönür. Deməli 5 və 95-i ixtisar edirik, qalır 19. 19-u vururuq 13-ə. 19-u 13-ə vursaq edir 247. Deməli 23-cü sualda cavab olur 247. Keçirik 24-cü sualımıza. Lüfəmizi təmizləyək. Düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilmiş hündürlüyü, hipotenuzu, uzunluğu 18 və 32 olan iki hissəyə ayırır. Deməli, tutalım ki, bu bizim düzbucaqlı üçbucağımızdır. Bura bizim olsun düzbucaq təpəmiz. Düzbucaq təpəmizi yaxşı qoya bilmədik. Baxın bu şəkildə. Yaxşı alınmadı. Neysə. Bura oldu bizim düzbucaq təpəmiz. Burada təpəsindən çəkilmiş hündürlüyü, buradan bir hündürlük çəkirəm uşaqlar. Hipotenuzu 18 və 32 olan parçalara ayırır. Bura isə 90 dərəcədir. Hündürlükdürsə 90 dərəcəni qeyd etməliyik. Bu düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu bizdən santimetrlə soruşur. Deməli, biz ilk növbədə gəlin h-ı tapaq. Biz h-ı tapmağı bilirik. H kvadrat bərabər m vurulsun n deyə bir düsturumuz var idi. Yəni h kvadrat bərabər 18 vurulsun 32. Uşaqlar, kök alsaq hər tərəfdən, yəni bu ifadəni kökün altında yazsaq, lap elə burada yazıram, 18 vurulsun 32. 18 9 vur 2-dir. 32 16 vur 2-dir uşaqlar. Deməli 9-dan 3 çıxır, 16-dan 4, 2-lər də 4 edir, 4-dən də yenə də 2 çıxır. Olur 12 24. H-ımız 24-dür. Buraya yazıram 24. Artıq burada başlayıram Pifagor etməyə uşaqlar. Bu hissə biraz yaxşı olmadı. Aha. Deməli, bu hissəyə yazıram, tutalım ki, bir A ədədi. Gəlin, bu A ədədini Pifagor teoreminə görə tapaq. A kvadrat bərabərdir 18-in kvadratı üstə gəl 24-ün kvadratı. Digər tərəfə yazıram bir B ədədi. B kvadratı bərabər 32-nin kvadratı üstə gəl 24-ün kvadratı. Gəlin hesablayaq. Deməli, 18-in kvadratı 324, 24-ün kvadratı isə 576-dır. 324 və 576-nı toplasaq, edər 900. A kvadratımız 900-dürsə, A-mız 30-a bərabərdir. B-mizi hesablayaq. Deməli, 24-ün kvadratı bizdə edir 576. 32-nin kvadratı neçə edəcək uşaqlar, onu bir hesablayaq. Deməli, 32-nin kvadratı edir 1024. 576 ilə 1024-ü toplayırıq. Edir 1600. 1600 isə, buraya yazaq, 1600 isə 40-ın kvadratıdır. Artıq tərəfləri tapdıq. Deməli, katetlərimiz oldu 30, 40 və uşaqlar hipotenuzumuz, yəni baxın bu hissə 18 və 32-nin cəmi olur, 50 olur. Deməli, bizdən soruşur, baxın bunun üzərində artıq geriyə qalan hissəsini davam edirəm. Bizdən soruşur, daxilinə çəkilmiş çevrənin radiusunu. Uşaqlar, daxilə çəkilmiş çevrənin radiusu kiçik yerlə tapılır. A üstə gəl B çıxılsın C bölək 2 düsturu ilə. A-mızı, B-mizi biz tapdıq. 30 və 40-dır. Yazıram 30 üstə gəl 40. Çıxılsın C-miz də 50-dir. 50 bölək 2 bərabər. 30 və 40-ı toplayırıq, edir 70. 50 çıxırıq 20. 2-yə bölürük 10. Deməli, daxilə çəkilmiş çevrənin radiusu olur 10. Keçirik 25-ci suala. 25-ci sualda ədədi ortası 47 olan 19 ədədə, lövhəmizi təmizləyək, ədədi ortası 47 olan 19 ədəd deyirsə, 19-u 47-yə vurmaq lazımdır. 25-ci sual. Deməli, mənim ədədlərimin cəmi 47 vurulsun 19-dur. Hansı ədədi əlavə etmək lazımdır ki, yəni yeni bir x ədədi əlavə etmək lazımdır ki, yeni ədəd orta 51 olsun. 51 vurulsun, uşaqlar, mənim 19 dənə ədədim var idi. Yeni bir ədəd də gələndə artıq ədədlərimin sayı oldu 20 ədəd. Baxın, biz bunu tapmalıyıq. Yəni x bərabər 51 vurulsun 20, uşaqlar, edir 1020. Çıxılsın 47-ni gəlin
Bağışlayın. 47-ni gəlin 19-a vuraq. 47-ni deməli 10-a vursaq edir 470. 47-ni 9-a vursaq 360, 63 edir deməli 423, yəni 893. Deməli 47-ni 19-a vursaq edər 893. Əgər hesablama səhvimiz yoxdursa, 10-dan 3 çıxırıq qalır 7. Burada 11-dən 9, 2, 9-dan 8, 1. 127. X-imiz olur 127. Deməli, neynədik? Ədəd ortası 47 olan 19 ədəd deyilsə 47 vur 19. Yeni bir ədəd gəldiyinə görə 19 ədədimiz var idi. Yeni ədədimiz oldu. Yeni ədəd gələndə say oldu 20 dənə. Ədəd orta 51 idi. 20 vuraq 51 və cavablarını bir-birini vurub cavablarını bir-birindən çıxdıq. 25-ci sualda da cavabımız oldu 127. Deməli, belə uşaqlar, sınaq 1-in sonuncu sualına gəldik, çatdıq. Sınaq 1-i artıq yekunlaşdırdıq. Mən əlimdən gəldiyi qədər buradakı sınaqların hər birini sizlər üçün izah etməyə çalışacağım. Sizlər də izləmədə qalın. Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.